İndi isə biz baxırıq müəllimlər üçün lazım olan əsas kompüterin əsas anlayışları hansılardır? Kompüter nədir? Hansı quruluşdan ibarətdir? Hər bir quruluş nə üçün istifadə olunur, nəyə xidmət edir və s. Bunları ən sadə primitiv, yəni izahlardır, ən sadə hissələrdir. Bunu bütün müəllimlər bilməlidir. İlk öncə baxaq kompüter nədir? Kompüter verilənləri qəbul edən, saxlayan, emal edən və nəticə verən elektron cihazdır. Kompüterin quruluşu iki hissədən ibarətdir. Daxili hissə, yəni vacib hissə, əsas hissə. Bunlar olmasa kompüter işləyə bilməz. Bir də var əlavə hissə, yəni köməkçi hissə. Bunlar ola da bilər, olmaya da bilər. Məcburi deyil. Olsa lap yaxşı, olmasa bu demək deyil ki, kompüter işləməyəcək. İndi hər birini ayrı-ayrı tanış olaq. Əsas hissələr hansılardır, nəyə xidmət edir və köməkçi hissələr hansılardır və nəyə xidmət edir. Əsas hissə özü 4 yerə bölünür. İlk öncə birinci sistem bloku, sonra monitor, klaviatura və siçan, yəni mouse. Baxaq, sistem bloku nədir? Bu kompüterin beynidir. Yəni, kompüterə aid olan hər şey, əsas texniki hissələr burada yerləşir. Prosesor, yaddaş, ana plata və s. Hər şey sistem blokunun içərisindədir və yaxud da üzərində. Monitor. Monitor ekrandır. Yəni, biz kompüterdə işləyərkən görülən işlərin əks olunduğunu göstərən cihazdır. Yəni, bütün görülən işlər monitor vasitəsilə, ekran vasitəsilə əks olunur. Onun vasitəsilə görürük. Klaviatura. Bu, məlumatları, əmrləri daxil etmək üçün istifadə olunur. Klaviaturada rəqəmlər, hərflər, simvollar, işarələr, xüsusi funksional düymələr və s. bunlar yerləşir. Siçan. Siçan da ekrandakı obyektləri seçmək üçün, idarə etmək üçün və s. bunun üçün istifadə olunur. Bunların hər biri kompüterin əsas hissəsidir. İndi baxaq köməkçi hissə. Köməkçi hissə nədir? Bayaq da dediyimiz kimi, hansı ki, kompüterdə ola da bilər, olmaya da bilər. Kompüter bunlarla bağlı deyil. Printer, skanner, mikrofon, flash card, əlavə yaddaş qurğusu və yaxud da səs ucaldıcı, əlavə kamera, web kamera, modem və s. Bunların hər biri köməkçidir, əlavə qurğulardır. Printer nədir? Printer sənədlərin və şəkillərin kağız üzərində çap olunması üçün istifadə olunur. Yəni, kompüterdə hər hansı bir tutaq ki, testi, imtahanı, sınağı, konspekti çıxarmaq üçün biz printerdən istifadə edirik. Kompüterdə olan sənədi, PDF-i çap üzərində əks elətdirir. Bir də var skanner. Bu isə əksinə. Biz hər hansısa bir sənədi skan etdikdə oradakı məlumatlar kompüterə göndərilir. Misal üçün, biz printer vasitəsilə tutaq ki, testi kompüterdə PDF şəklindədir. Printer vasitəsilə onu A4-ə çıxartdıq. Amma skan etdikdə isə skanner vasitəsilə. Tutaq ki, kompüterdə o material bizdə yoxdur. Biz istəyirik ki, əlimizdəki A4-dəki testləri kompüterə salaq PDF şəklində və yaxud da şəkil formasında. Bu zaman skan aparatının köməyi ilə edirik bu əməliyyatı. Skanerə yerləşdiririk vərəqi və o vərəqi skan edir. Bununla da vərəqdəki bütün məlumatlar, test olsun, konspekt olsun, fərqi yoxdur. Hər biri kompüterin yaddaşına yüklənir. Elə bil ki, printerin əksi. Printer kompüterin yaddaşında olan sənədi çap edir kağız üzərində. Skaner isə kağız üzərində olan çap olunmuş məlumatı təzədən kompüterə atır. Bunu şəkil formatında da ata bilərik, PDF şəklində də ata bilərik və s. Müəllimlər üçün nədə istifadə oluna bilər? Tutaq ki, hər hansı bir test hazırlanmışsınız, PDF formasını çap etmişsiniz, sonradan bu PDF silinib, təzədən həmin PDF əldə etmək istəyirsiniz. Əgər vərəqdə çap olmuş variant varsa, onu skan etməklə kompüterə təzədən sala bilərsiniz PDF şəklində. Ondan sonra da rahatlıqla üzərində dəyişiklik etmək istəyirsinizsə, Word-ə çevirib dəyişiklik edə bilərsiniz. Bildiyimiz kimi PDF-in üzərində heç bir dəyişiklik olmur. Dəyişiklik etmək istəyiriksə, onu Word sənədi formasına çevirməliyik. Sonra mikrofon. Misal üçün, bəzən olur ki, kompüterin səslərində problem olur və yaxud da əlavə mikrofona ehtiyac olur. Bu köməkçi qurğudur. Səsin daxil edilməsi üçün istifadə olunur. Misal üçün, onlayn dərs keçirsiniz, dərsinin yazılması üçün və s. Bunu misal göstərmək olar.
Flashkart və yaxud da yaddaş qurğusu. Flashkart bilirik ki, hər hansı bir məlumatların saxlanılması üçün, ötürülməsi üçün istifadə olunur. Misal üçün, kompüterdə yaddaşda olan hər hansı bir testləri bir flashkart atmaq istəyirik və yaxud da deyək ki, flashkartda olan məlumatları kompüterə salmaq istəyirik. Nəyə görə həm də ötürülməsi? Saxlanması bilirik ki, biz test materiallarını saxlayırıq. Misal üçün, flashkarta yerləşdiririk ki, flashkart bizdə qalsın, daimi test materiallarından istifadə edək. Bir də ötürülməsi üçün. Tutaq ki, məktəb rəhbərliyi sizə hər hansı bir sənəd atıb, onu sizə göndərmək istəyir. Flashkart vasitəsilə onu əldə edə bilərsiniz. Məsələn, flashkartı kompüterə daxil edirsiniz. Kompüterin yaddaşındakı hansı sənəd sizə lazımdırsa, onu flashkarta köçürürsünüz. Artıq həmin sənəd flashkartınızda da var. Sonra flashkartı istənilən kompüterə daxil etdikdə, həmin o sənədi, hansı ki, əvvəlcə köçürmüşdünüz kompüterdən, həmin sənədi öz kompüterinizə yerləşdirə bilərsiniz. Yəni, faylların ötürülməsi, sənədlərin ötürülməsi bu üçün də istifadə olunur. Bunların hər biri də kompüterin əlavə köməkçi hissələridir. Bunlardan başqa yenə var. N sayda köməkçi hissə var. Misal üçün, səs ucaldıcılardır, modemlərdir və s. Bunları da misal göstərmək olar. İndi, baxaq görək, müəllimlər üçün bu kompüter biliklərinin əhəmiyyəti nədir? Niyə lazımdır? Həm dərs hazırlığı üçün, misal üçün PowerPoint-dən istifadə, Word-dən istifadə, Excel-dən istifadə, keçən dərsdə qeyd etdiyimiz kimi, onlayn dərs platformaları üçün, resurs axtarışı üçün, tutaq ki, hansı bir ədəbiyyatın axtarılması, məqalənin axtarılması, məlumatın axtarılması və s. Qiymətləndirmə üçün elektron qiymətləndirmə, elektron testlər, onların analizi və s. Bir də əlaqə. Məsələn, şagirdlərlə, valideynlərlə daimi elektron poçt vasitəsilə əlaqə saxlamaq və ünsiyyət üçün. İndi, keçirik əsas Windows əməliyyat sistemi nədir və əsas xüsusiyyətləri nələrdir? Windows Microsoft şirkəti tərəfindən hazırlanmış və dünyanın ən çox istifadə olunan əməliyyat sistemlərindən biridir. O, kompüterin işləməsini təmin edir və istifadəçinin proqramlarla işləməsinə imkan yaradır. Bunun əsas xüsusiyyətləri nələrdir? Burada qeyd olunub. İndi mən bunu praktiki şəkildə sizə göstərəcəm. Oxuduqda bu materialdan oxuya bilərsiniz. Əsas bizə xüsusiyyət nələrdir? İndi onları göstərəcəm sizə. Birinci iş ilk öncə olaraq desktop, yəni ekran, iş masası. Bu iş masası, desktop, bu desktop əsas xüsusiyyətindən biridir Windows-un. Nələr yerləşir? Qovluqlarımız, sənədlərimiz, yüklədiyimiz proqramlar və yaxud da kompüterin öz proqramları, öz istifadəçi qovluqları və s. Yəni, bütün proqramlar desktop üzərində yerləşə bilər. Desktop iş masasıdır. Bir də var alt panel, taskbar, tapşırıq paneli. Taskbar üzərində də, misal üçün, bu aşağı hissədir. Taskbar üzərində baxaq nələr yerləşir. İlk öncə, burada yenə start menüsü, bu da Windows-un əsas belə xüsusiyyətlərindən biridir, əsas hissəsindən biridir. Start menüsü. Start menüsü vasitəsilə biz istənilən proqrama daxil ola bilərik. Misal üçün, hər hansı bir proqramı yükləmişək. Tutaq ki, Word proqramı məndə var, amma ekranda görünmür. Axtarışda yazıb, həmin proqrama daxil ola bilərik. Misal üçün, yazıram Word, avtomatik Word proqramını göstərir. Word proqramı və yaxud da Word-də hazırlanan sənədlər varsa, onları da göstərir. Və yaxud tutaq ki, deyək ki, Excel proqramını axtarıram. Excel yazdım, avtomatik yaddaşda əgər yüklənibsə, həmin proqramı burada göstərəcək. Və təkcə, misal üçün, Excel yazdımsa, təkcə Excel proqramını yox, hansı ki, sənədimdə Excel adı var, onu da göstərir. Baxın, burada nə qədər ki, Excel adının altında sənədlər, qovluqlar, papkalar var, hər birini göstərir. Bundan əlavə, start menüsündə dediyimiz kimi, xüsusi belə deyək, proqramlar, kalendardır, saatdır, kalkulyatordur və s. Yəni, kompüterə aid olan hər şeyi biz buradan daxil ola bilərik. Əsas menü start menüsüdür, başlat menüsü. Və biz buradan kompüteri söndürmək üçün kilidə qoya bilərik, yuxu rejiminə qoya bilərik, kompüteri söndürə bilərik və restart, yəni yenidən başlada bilərik. Bu əməliyyatları da başlat menüsü vasitəsilə yerinə yetirmək olar. Start menüsündən başqa axtarış, hansı ki, bayaq yazdım, Excel, Word çıxdı bu formada. Search, axtarış, istədiyim proqramı axtara bilərəm.
Sonra özüm sabitlədiyim proqramlar var. Bir də son istifadə olunan açıq qalan proqramlar. Misal üçün, Zoom-u tez-tez istifadə edirəm, alt paneldə var. Tutaq ki, Chrome-u tez-tez istifadə edirəm, alt paneldə var. Mən istəyirəm ki, indi Chrome lazım deyil, bunu istifadə eləməyəcəm, buradan çıxsın. Bu zaman, əgər sabitlənibsə bura, üzərində sağ düymə vururam, sağ düymə vuranda burada yazılıb unpin from taskbar. Pin sabitləməkdir, unpin sabiti qaldırmaqdır. Unpini vurduqda avtomatik buradan getdi. Nə üçün əslində biz taskbara daxil edirik aşağı panelə? Nəyi çox tez-tez istifadə ediriksə, orası alırıq. Normalda ekran üzərində mən əgər Chrome açmaq istəyirəmsə, üzərinə 2 dəfə vurmalıyam, 2 dəfə klikləməliyəm. Amma alt paneldə olanda bir dəfə vurmaq kifayətdir. Həm də göz önündədir. Ola bilsin ki, ekranda sənədləriniz çoxdur. Siz ən çox nəyi istifadə edirsinizsə, onu alt panelə salırsınız. Bəs necə salırıq? Misal üçün, deyək ki, mən Word-ü çox istifadə edirəm. İstəyirəm ki, burada Word görünsün. İlk öncə bir dənə Word sənədi açmalıyam. Misal üçün, ekranda sağ düymə, mən bir dənə Word sənədi açacağım. New menüsü, burada Word document. Daxil oldum Word sənədinə. Baxın, daxil olduqda avtomatik aşağıda görünür. Amma açıqdır deyə görünür. Burada proqramlar iki cürdür. Biri var sabitlədiyim, biri var hal-hazırda açıq olanlar. Əgər burada belə bir işarə varsa, deməli açıqdır. Ona görə buradadır. Mən bu pəncərəni bağlasam gedəcək. İstəmirəm getsin. İstəyirəm daimi Word alt paneldə qalsın. Çünki çox istifadə edirəm. Üzərində sağ düymə vurdum və burada var pin to task var. Sabitləmək. İndi Word sənədimi bağlayıram. Baxın, Word burada qaldı. Çünki mən pin elədim, sabitlədim. Çıxmaq üçün istəmirəm burada qalsın. Yenə üzərinə sağ düymə, unpin. Bunların hər biri taskbar üzərindədir. Və bundan əlavə taskbar üzərində dildir, sonra internetin işarəsi, səsdir, batareyadır, tarixdir, saatdır, vaxtdır, hər biri görünür. Bunların hər biri taskbar üzərindədir. İş masası üzərində proqramlardır, sənədlərimizdir, qovluqlarımızdır. Taskbar üzərində də qeyd etdiklərimiz. Bunların hər biri Windows-un əsas elementləridir, əsas xüsusiyyətləridir. Bundan başqa Windows-da əsas qovluqlar var, əsas hissələr var. Hansı ki, This PC qovluğudur, Rascal bindir, Control paneldir. Bunlar da hər biri Windows-un əsas elementləridir. This PC-də nə var? This PC qovluğunu açıram, bu kompüter. Yəni, kompüterə aid olan hər şey buradadır. İlk öncə burada gəlir yüklənənlər, nə yükləmişəmsə internetdən və yaxud da ta ki, WhatsApp-da kimsə nəsə göndərib onu yükləmişəm, Chrome-dan yükləmişəm, Telegram-dan yükləmişəm, maildən fərqi yoxdur. Nə yükləmişsinizsə yüklənənlərə düşür. Dokument sənədlərdir. Hansı ki, ta ki, Word sənədi, Excel sənədi birbaşa yaddaşda saxlayırsınızsa, dokument hissəsinə yüklənir. Desktop, bayaq qeyd etdiyimiz kimi ekran, ekranda nələr varsa hər biri burada da görünür. Picture, şəkil, şəkillər, musiqi, video və əsas qovluqlar. İndi gəldik This PC-nin özünə. Bunlar istifadəçi qovluqdur. This PC-də 2 dənə burada disk görürük. C diski və D diski. C diski sistemin diskidir. Hansı ki, bütün proqramlarımız, bütün Windows əməliyyat sistemi fayllar hər biri C diskindədir. Format olunduqda C diski format olunur. Çünki biz əgər kompüteri format edirsə, deməli Windows-u format edirik. Windows-da C-dədir. D diski isə əlavədir. Əgər C D diski ayrı-ayrıdırsa, çalışın vacib sənədlərinizi D diskində də saxlayın. Çünki formata gedəndə C gedir, D qalır. Normalda siz əgər tutaq ki, sənədlərinizi burada dokumentdə saxlamısınızsa, şəkillərinizi Picture-də saxlamısınızsa, bunların hamısı C-yə aiddir. Format olunanda buradan hər şey sıfırlanacaq. Amma D-yə salsanız, yəni qalacaq. Tutaq ki, format elədiniz, vacib sənədləriniz D diskindədir. Yeni sistem yükləndi, Windows əməliyyat sistemi. Yenə daxil olsanız, baxacaqsınız, D diskindədir. Nə vacibdirsə, D diskinə salın həmişə, ehtiyat üçün. Bir də network şəbəkə. Əlavə şəbəkələr qoşulubsa, onu göstərir. Bu qovluqda dedik ki, kompüterin əsas qovluğudur. Rascal bin zibil qabı istənilən sənədi qovluğu silib bərpa edə bilərik. Bunun haqqında bir sonraki videoda ətraflı danışacağıq. Sonra Control panel, ayarlar, bir növ telefonda necə ki ayarlar var, ekran şəklinin dəyişməsidir, parola qoymaqdır, şriftin ölçüsü, forması və s. Yəni, ekrana aid olan hər şey burada həmçinin kontrol panelində yerləşir. Bunun haqqında da bir sonraki videoda izah veriləcək.